Müharibə iştirakçılarının bir çoxunda biz posttraumatik stres pozuntusuyla qarşılaşa bilirik. Posttraumatik stres pozuntusu nədir? Normalda biz həyatımızda müəyyən bir stres səviyyəsi ilə yaşayırıq. Yəni işdə çətinliklərlə qarşılaşırıq, ailəmizdə problemlər ola bilər və bütün bu stresin bir şəkildə öhdəsindən gələ bilirik. Amma bəzi hadisələr var ki, məsələn təbii fəlakətlər, müharibə şəraiti, burada artıq stres səviyyəsi o qədər yüksəkdir ki, İnsan bunun öhdəsindən gəlməkdə çətinlik çəkir. Xüsusən də müharibə şəraitini və ön cəbhəni nəzərə aldığımız zaman bu əsgərlərin daim ölüm hədəsi ilə üz-üzə olmaları, yoldaşlarını itirməkləri, yoldaşlarını itirdiyi halda sağ qalmağın günahkarlığını daşımaları, müharibə şəraitində düşmən əsgərini öldürsələr belə bir insanın həyatına son qoymağın ağırlığını daşımaları kimi problemlər onlarda artıq geri qayıtdıqdan sonra normal həyata adaptasiya olmaqda problemlər yaradır. Normal həyat artıq onlarda mənasızlıq hissi yaradır. Gündəlik həyatda qarşılaşılan kiçik problemlər, kiçik stresslər, kiminsə bu stressdən əziyyət çəkməsi onlarda qıcıq oyadır, tez qıcıqlanır, tez narahat olur. Amma böyük bir hadisə baş verdikdə isə reaksiyasız qala bilirlər. Lakin nəzərə alsaq ki, artıq son döyüşlərdən sonra illər keçib, burada posttraumatik pozuntudan deyil də artıq şəxsiyyət dəyişikliklərindən danışa bilərik biz. Çünki əgər şəxs lazımi anda psixiatrik, psixoloji yardım almayıbsa, yardım alıb, lakin bu onda o qədər də effektiv təsiri olmayıbsa, artıq bu pozuntu şəxsiyyətdə dəyişikliklər yaratmağa başlayır. Bu insan əvvəlkinə nisbətən daha fərqli bir şəxsiyyət strukturuna sahib olur. Məsələn, əvvəl deyib gülən adam idisə, indi içinə qapanıq ola bilər. Əvvəl sakit adam idisə, indi daha aqressiv ola bilər. Əvvəl hər şeydən əylənirdisə, indi artıq həyat ona daha mənasız gələ bilər. Cəmiyyətdə bu problemlə bağlı məlumatlandırma az olduğu üçün insanlar kömək istəyə biləcəklərini bilmirlər və sadəcə olaraq xalq arasında müharibəyə gedib qayıdandan sonra özünü belə qəribə aparır, sanki dəyişilibmiş kimi, başqa adam olubmuş kimi bu kimi ifadələrdən istifadə olunur.